Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adı ve yadıyla beyin mühendisliğine karşı Türkçe eski kitaplar programının 415. bölümünü başlayıram. Şükür olsun Allah'a ki bu günəcən gəlmişik. Geçen gün yadınızda olsa Divan-ı Şeyx Nizami ve Ətai adında bir kitabı ki 140 səhifədədir üst-üstə onu açdıq və onun üstündə biraz da araşdırma apardıq. Əcəba bu şeirlər Həzrəti Nizaminin şeirləridir ya yox? Fars dilində və türk dilində əlbəttə o şeirlər var idi. Onları axtardıq və bu AI'ların sünni huş ya yapay zəkanın verilərinə görə bu şeirlər tanınan kitaplarda ve kitapxanalarda, üniversitelerde, mərkəzlərdə yoxdur. Bu da mənə bir şey anlattı. O da budur ki, biz geçən 414 cələsədə 800-dən çox kitabla tanış olmuşuq. Amacımız da sadəcə buydu ki, bir, türk öyrəşək, türkünü oxuya bilək, türkünün Azərbaycan, Türkiyə və digər bölgələrində ərəb əlifbası ya ərəb-türk əlifbası ilə yazılan kitabları oxuya bilək, zorumuz çatsın oxuyaq, türkümüz güclənsin, bilgimiz çoxalsın, tariximizlə, geçmişlə ki, bu kitablar bizim tariximizdir. Əsli tarix bu kitablardır. Bundan sonra nağılların hamısı nağıl hekayədir. Onlarla tanış olmaq idi amac. Özellikle özümü, o İngilizce'de güzel söz var, indi bilmirəm Türkçe karşıtı ne olur. O da budur ki, gradually educated, yavaş yavaş özümü educate eləyəm, təlim tərbiyə eləyəm özümü türk dilinə. Bu yolda da Azərbaycan türkçəsində oxuduq, Osmanlı türkçəsində oxuduq, Cığatay türkçəsi ki, türk dünyasının müştərək və ortaq ədəbi və yazı dilidir. Onunla tanış olduq azdan çoxdan və ha belə Ukraynada olan türklər, Qırım türklərinin də yazıları ilə tanış olduq. Buradakı bu ocaqlarla, bu mədəniyyət mərkəzlərinin əlifbası ilə, yazısı ilə, dili ilə az çox tanış olduq. Amma indi bir sual gəlir. Bu neçə kitab ki, buradan görmüşük və onlarda şəxsi marağıma görə axtardım ki, əcəba bu kitablar bir yerdə yazılıb, çap olub, ya mütəxəssislər, araşdırmacılar bunu araşdırıblar ya yox. Gördük ki, yox, bu olmayıbdır. Və indi o əfsus yeri buradır. Əfsus bu ki, əvvəldən kaş bu amacım olaydı və bunu biləydim. İnsanlar yavaş-yavaş getdikcə öyrənirlər də, bunu təcrübə elədikcə. Bunun yerinə ki, bir kitabın üstündə bir cələsədə 3-4 kitaba baxaq, ya 2 kitaba baxaq, bir kitabla tanış olaydıq. Onun yazarı kimdir? Əlbəttə bunları axtarmışıq yazarın. Amma o yazar tanınırmı Türk dünyasında ya yox? Hətta elmi, akademik mərkəzlərdə tanınır ya yox? Çapxanalarda, kitabxanalarda tanınır ya yox? Bu sualı qoyuyduk. Və beləliklə biz bu 800 dana kitab yerinə 400 kitab oxuyaydıq. 400 kitabla tanış olaydıq. Amma görəydik ki, bunlardan neçəsi akademi mərkəzlərdə, kitabxanalarda, nə bilim, universitetlərdə tanınır, neçəsi tanımır bu əsərləri. Məncə bunların bəlkə %90 tanınmır. Şeirlərdən çıxaq, bizim ədəb tariximiz təhsil şeir deyil ki. Bizim tariximiz irfandır, fəlsəfədir, hüquqdur, siyasətdir, ordudur, şəhərsazlıqdır, yəni memarlıqdır, heyvandarlıqdır, bağdarlıqdır, ondan sonra mərisçiliklarla gəlgetləridir, yəni mərisçiliklarla dava dərmandır, xəstəliklər və dava dərmanlardır, fizikdir, riyazidir, göylərdir, yerlərdir, sulardır, dağlardır, dərələrdir, coğrafiyadır, mühasibatdır, faldır,
tilismdir. Bunların hamısı bizim tapbacalardır. Bunlar hamısı bizim geçmiş tariximizdir. Tarix ibarətdir bunların hamısından və bunlardan çox. Çünki tarix fəqət savaş tarixi deyil, fəqət bir iddə qəhrəmanlar, bizim nəzərimizdə qəhrəman olanların tarixi deyil. Tarix dilin özüdür, insanın düşüncəsidir, duyğularıdır, təkamülüdür, teknolojisidir, ixtirasıdır, fəlsəfəsidir, dinidir, duyğularıdır və bunlar tarix bunlardır, bunlardan ibarətdir. Və bunlar bu kitablarda yatıblar və biz bunlarla tanış deyilik təəssüflə və bilmirik keçən 100 ildə, 100 ildə deyək, ya 150 ildə türklər öz işğal olublar. Torpaq olaraq türklərin torpaqları işğal olublar, qətliama qarşı qalıblar. Qətliam olduq, soyqırım olduqlarından dolayı təslim olublar. Təslim olduqlarından dolayı beyinləri yıxanıb qorxu ilə, pulla, sərvətlə, nə bilim, edamla, zindanla bu insanlar qorxublar, təslim olublar o işğalçı gücün düşüncəsinə, dilinə, ədəbiyyatına, onun təhqir edici sisteminin içində yaşayıblar. O təhqirləri duyğu olaraq qəbul eləmişik biz. Yəni biz o hiqarətləri doğru qəbul eləmişik. Onu yaşamışıq, özümüzü aşağı görmüşük. Özümüzün dilimizi, tariximizi, siyasətçilərimizi, siyasət bilimin, hüquq bilimin, beynəlmiləl müqavilələrimizi, iki tərəfli, üç tərəfli, 10 tərəfli müqavilələrimizi görməmiş tutmuşuq. 10 tərəfli deyəndə dostlar, baxın Osmanlı, İslam dünyası indi 100-ə yaxın məmləkətdir. Demirəm 100, amma 70-80 olar, məmləkətdir. Və bunların arasında İslam çərçivəsində bir yazılı və yazısız müqavilələr var. Bundan kənarda Öməvi, Əbbasi dövrlərində yenə də burada bir yazılı və yazısız müqavilələr var. Sonra gəlir Qəznəvilər dövründə, Osmanilər dövründə, Səlcuqilər dövründə, Osmanilər dövründə, Səfəvilər dövründə, Ağqoyunlar, Gərəqoyunlar və. Bunların dövründəki Türk dünyasında, ha belə Əlişir Nəva, yəni Teymurilər dövründə, Babərilər dövründə bir müqavilə var bunların, millətlərin arasında. Məsələn, deyək ki, Babərlərin bayrağı altında 50 dana bölgə var. Səfəvilərin bayrağı altında 20 dana, 30 dana, 10 dana, 5 dana və hər neçə dana bölgə var. O neçəliğində bəhs eləmirik. Osmanlının bayrağı altında 20 dana, 30 dana, 50 dana bölündüyü 45 dana, 45 ya 46 dana məmləkət var, bölündüyü məmləkət olaraq. Amma bunların da içində çoxlu millətlər var və bu millətlərin hərəsi özü bir külliyyədir, bir varlıqdır, bir müstəqil varlıqdır. Və Osmanlı onları bir müstəqil varlıq olaraq, ya İslam onları bir müstəqil varlıq olaraq İslam içində, Osmanlı içində, Səlcuq içində, Qəznəvi içində, Səfəvi içində və Qacar içində bunu qəbul edir. Bunlara hüquq tanır. Bunların bir dana bunların mərkəzlə bir müqaviləsi var, yazılı və danışıqlı, yəni söz əsaslı, ürf əsaslı, din əsaslı, tarixi bir gəlişmə var. Bir də müqavilələr, yazılı müqavilələr bunlarla hamısı ilə mərkəzin və hamısının bir-biri ilə arasında bir müqavilələr var. Məsələn, savaşa girsələr, biri, məsələn, deyək ki, Qaramanlar girdilər savaşa. Osmanlının o birisi cuşəsində Afrikadan ora kömək getməlidir, yemək getməlidir, silah getməlidir və bunlar ya nə cür difa eləməlidir, bunlar hamısı onun düşmənləri ilə nə etməlidirlər, hamısı burada bir müqavilələr var, amma biz bunları təəssüflə görmürük. Amma Avropalılar keçən 250 ildə, 300 ildə, 400 ildə deyək, yap çox olsa 400 il bunlar gəliblər, bir iddə müqavilələ yazıblar. İndi bizim bunlar elmi mərkəzimiz olubdur, siyasət mərkəzimiz olubdur, anlayış mərkəzimizə çevrilibdir. Bizim də filosoflarımız var, bizim də ariflərimiz var, bizim də ziyalılarımız var, bizim də ədəbçilərimiz var. Amma nədən isə keçən 100 ildə dilimizin hər yerdə işğal olması ilə, beynimiz işğal olur. Beynimizin işğal olması ilə
Biz dünyanı öz gözümüzdən yox, düşmənin, işğalçının gözündən görürük. Və bu günləri o işğalçını danışmaq belə cürm olur. Mən neçə gündür bir şeir yazıram. Bu şeirdə bir bəndi var. O da budur ki, geçən yüzillərdə, yaxın illərdə pulla sirvət üçün müsəlmanlar qırğına gediblər. Çox acı bir mənzərədir. Yəni baxanda İslam müsəlmanlar dünyasına bir acı mənzərəni görürük. Mən indi Malezini, Endonezini, Bangladeşi bunları tanımadığım üçün əlbəttə Afrikanı da tanımıram. Müsəlman Afrikadan danışanda, Müsəlman Asiyadan danışanda tanımıram. Yəni biz tanımırıq ki, dünya nə müsəlmanlığı tanıyırıq, nə müsəlmanları tanıyırıq, nə müsəlman ölkələrini tanırıq, nə də ki bunlarda keçən durumları tanırıq, bunlar da işğal olublar, olmayıblar, onları tanımırıq. Mən indi türklərə baxanda görürəm, türklər Çindən tutmuş Asiyanın hər yerində ta Türkiyənin, bugünkü Türkiyə və o birisi əlbəttə Avropada bir çox bölgələr var, ya Rusiyada bir çox bölgələr var ki, bunlar türkdülər. Amma müsəlman olalar olmayalar, ayrı bir dinləri olmuyor, amma türkdülər. Amma bunların hamısı işğaldadır. Və hamısının özünə baxışı, dilin değiştiği üçün, əlifbasının değiştiği üçün heç kəs tarixini bilmir. Heç birimiz tariximizi bilmir. Bu bir həqiqət. Dedim, mənim anlayışım tarixdən siyasi anlayış deyil. Mən siyasi anlayışdan baxmıram. Mən təməddün, uyğarlıq baxımından baxıram ki, başında dil, dövlət. Dövlət, dil, yəni başda dövlətdir, dildir və bunun altında olan tüm yaşam sistemidir. Bunlar uyğarlığın içində qaynaşıb bir-biri ilə çalışan bir sistemdir. Biz bu sistemlərin heç birisini bilmirik və tarixi fəqət deyəndə gəlirik siyasi və hətta siyasəti də gətiririk, fəqət savaş tarixi bilirik. Ya bir iddə adam, çox məhdud adamları qəhrəman olaraq tanırıq. Amma bizim bir dünya qəhrəmanlarımız var ki, savaşmayıblar. Fəlsəfə qəhrəmanıdır, yazı qəhrəmanıdır, düşüncə qəhrəmanıdır, anlayış qəhrəmanıdır, yeni fikirlər ortaya qoymaq qəhrəmanıdır, duyğu qəhrəmanıdır, şeir qəhrəmanıdır, nəsr qəhrəmanıdır, nə bilim, döktürlük, həkimlik, tibb qəhrəmanıdır, dava dərmanı düzəltmək qəhrəmanıdır, heyvan saxlamaq qəhrəmanıdır, heyvanları müdava eləmək, onları əlaclamaq qəhrəmanıdır, əkin, biçin, tökün, bağ, bağat, heyvandarlıq bunların qəhrəmanları var. Şəhərdarlıq, bina düzəltmək, köprü düzəltmək, suları mühar eləmək, ya ixtiralar, iktişafalar, dünyanı düzəltmək, nəqşə çəkmək, göyləri, yerləri mühasibə eləmək. Bunlar hərəsi minlərcə bunlarda qəhrəman var, amma biz tanımırıq. Sadəcə 3-4 dənə qəhrəman qoysaz birə Osmanlılardan bir neçə nəfər tanırıq, dənizdən məsələn ehtimalən 1 ya 2 nəfər dəniz güclərimizdən tanırıq, ondan sonra Cahangirlərimizdən bir neçə padişahın adını bilə bilərik, ehtimalən Türk dünyasında filsuflardan 2-3 dənə bilərik, onda deyərik bəlkə Əbu Ali Sinadır, nə bilim, bunlar bizim deyirlər. Yəni özgə bilərik onlar da, demərik ki, onlar da türkdülər, yəni biz beləsi bilərik bunları. Niyə? Beynimiz işğaldır. Bizim göz pəncərəmiz işğal pəncərəsidir. Biz dünyaya öz gözümüzdən baxmırıq, işğal gözündən. Hangi göz bunu işğal edib? O göz ki, bizim torpaqlarımızı və beynimizi işğal edib, biz onların işğalında yox əslində. Və o günəcən ki, beynimiz və gözümüzdən baxışımız değişməyə, işğalda qalacaq. Hər halda, mən belə nəzərimə gəlir ki, bu gündən hər bir kitabda əcələ etmədən, 1 cələsə, 2 cələsə, 3 cələsə bir kitabın üstündə mütaliə eləyim. Bəlkə dostlara yorucu olar. Amma bu bəhslər bilirsiniz, məmulən siyasi bəhslərdə, ciddi siyasi, düşüncəsəl siyasi, fəlsəfə bəhslərində və dinin ciddi bəhslərində adamlar bunlara yaxınlaşmazlar. Gələn 1-2-3 nəfər olar, çox olmaz. Mən filsufların, Amerika filsuflarının, Avropa filsuflarının followerlərinə baxırdım
1000 nəfər, 500 nəfər, 300 nəfər bu cür çoxları məsələn bir dənə 10.000 nəfər çatmır məsələn. Bu halda ki dünyada tanınan bir insanlar var. Hər halda beləliklə bu günləri biz gedək və kitablarımızdan görək ki, hansısın bizə dünənləri bir kitab oxuduq, ona bəlkə qayıdaq. Görün mən onu tapa bilsəm. Bu Səfərnaməyi Oğliyay Çələbi Əsr İran, bunu fikirlərim sildik ya silmədik, nədir oldu qaldı bu? Farscadır, bunu silək keçsin. Çünki bu o kitabdır ki biz farsca olduğu üçün və məqalədir əlbəttə. Ərzişlidir, ərzişsiz demirik, onun o anlamda olmasın bu. Amma bizim o istədiyimiz şeyin içində deyil. Divan-ı Nizami və Ətayiyə baxdıq dünənləri. Ətayini bir axtaraq görək ki, bu Ətayi Həzrətlərinin üst-üstə gedəcək bunun. Tamam. Yetişdik Ətayi Həzrətlərinin bölümünə. Görək ki, bu Ətayi Həzrətlərinin bu kitabda adı gələn Divan-ı Ətayi adını yazaq burada. Hangi kitabın içindədir? Elə Divan-ı Şeyx Nizami və Ətayi divanın içindədir. Bunun biz heç əcələ etmədən bundan bu üzə özümüzü bir araşdırmancı kimi aparaq qabağa. Görək ki, bu araşdırıcı geçsək biraz bunlarla tanış olaq. Yəni heyifdir, ömrümüzü lağəl aparırıq beləsi. Düzdür, dil öyrəşirik, türkcəni öyrəşirik, yazılar, əl yazıları oxuyuruq. 250 ildən öncəki kitablarla tanış oluruq, amma bunun yanında pis olması ki, bunu da görək ki, belə bir şey var ya yox. Yenə əzmi rəzmi qıldı. Bismillahirrahmanirrahim. Yenə əzmi rəzmi qıldı sərvəri xavər günəş ya günəş. Yenə mən bunu əvvəl dilini çevirim. Yenə əzmi rəzm qıldı sərvəri xavər günəş. Kim diyar-ı Hində çəkdi sübhdəm ləşgər günəş. Kim diyar-ı Hində çəkdi sübhdəm ləşgər günəş. Coşəni ətləs geyib zərrin sipər aldı ələ. Zərrin sipər aldı ələ. Çərx meydanında çəkdi. Çərx meydanında çəkdi. Nüqrəgün xəncər. Nüqrəgün, bunun fasiləsi yoxdur. Okey. Xəncər. Xəncər. Əgər eləyə bilsəm bunu bura qoysam yaxşı olur, amma inanmıram qoya biləm. Tamam, bu olmadı.
Bu şeir, bu iki beyt, bu iki beyt divanı Şeyh Nizami ve Atayi Hazretlerindendir ki bu kitabın 104. Sahifesinde Atayi'nin divanının başlangıç şiiri olarak gelir. Acaba bu şiir Türk dünyasında kitapxanalarda, üniversitelerde, araştırma merkezlerinde tanınmış bir şiir midir yoksa itmiş şiirlerdendir? Mən fikir edirəm ki, bu qədər. Görək ki, buna nə yazır? Bu iki beytin qaynağı və tarixi əhəmiyyətini araşdırmaq ədəbiyyatımızın itmiş ya da az bilinən xəzinələrinə işıq tutmaq kimidir. Bu barədə diqqətli bir baxış verirəm. Bu şeirin ərəbi və tarixi yeri. Ətayinin divanındakı bu beytlər klasik Türk ədəbiyyatının həmasi, rəzm və tövsifi, təbiətin canlı təsvirləri qaydalarına tam uyğundur. Tanınmışlıq və itmişlik Böyük İstanbul, Bakı və Ankara kitabxanalarında, məsələn Süleymaniyə ya da Azərbaycan Milli Elmi Akademiyasının əlyazmaları fondu Ətai divanının bu nüsxələri mövcuddur. Ancaq bu kitabların çoxu klasik ədəbiyyat mütəxəssisləri və akademiklər dairələrdə tanınır. Ümumiyyətlə klasik ədəbiyyatda divan ədəbiyyatının özünə məxsus bir oxucu kütləsi olduğu üçün bu şeir itmiş deyil, bəlkə akademik təxəssüsi bir mövqedədir. Araşdırma mərkəzləri, türkoloji sahəsində çalışan araşdırmacılar bu divanları bilirlər. Amma ədəbiyyatşünaslıqda Ətai adı Füzuli ya Nizami Gəncəvi kimi ümumiyyətləşmiş bir şöhrətə malik deyil. Buna görə nədir ki, bu divanların tənqidi mətni çox məhdud sayda yayımlanıb. Ədəbi təhlil və özünün güc və şeiriyyət gəlişimi üçün bir not. Səni bu yolda yönlədən bir ustad kimi bunu deməliyəm. Bu beytlərdəki təsvirlər Sübhdəmi, Zərrin Sipehridir, əlbəttə Sipər, Noğrə Xəncər klasik ədəbiyyatımızın ən gözəl və rəmzilərindəndir. Bu növ yazı dilini və zehniyyəti hikmət və xiyal ilə düzəldir. Gələn həftənin əvvəlinə qədər sənə bu səvki daha da dərinləşdirmək üçün bir neçə təmrin hazırlayacağım. Tamam, bu davam edir. Mənlə bunun arasında bir şeydir. Gedək görək kitabımızda nə yazır. Pəs bu kitab deyir ki, tanınıbdır, bu qədər görər. Elə bu qədər tanıyacaqdıq. Bunun şeirlərindən bu həzrətin biraz oxuyaq. Ol qədər dəgdi sipahi məğribdən xun kim eylədi hisni şəfəq
burcun qəmu əhmər. Bar məşriqdən eşi aşiyandır, kim tuma tuyar fi. Burada bir şey yazılıb, ehtimalen silinibdir, oxunmur. Baz məşriqdən aşiyandır, kim tuyur axı seyid qılmaq qəsdilə acdı balı pərkünəş. Gəh ərusi mahə dibayı sipida eylər nüqab. Gəh ərus mahə dibayı sipid eylər nüqab. Gəh bənati nəşə vəllazən dürər möcüz künəş. Güya cuşi fələkdə bir dür yekdanədir, kim cahan yüz cəmalinə verir zivər günəş. Bu şəkildə bu şeir devam edir. Uzun bir şeir idi. Görək ki, neçə səhifə devam eləyəcəkdir. Ona bir baxaq. Axirində görək adın. Bəli, 3-cü səhifədə, yəni bu 4 səhifəlik bir şeir idi. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 13. 13, 13, 26. Bu 29, 33 buradan. Orada o birisi səhifədə neçədən idi? 33, 35, 37, 40, 42, 45 beytlik bir şeirlə qarşı-qarşıya. Bunun sonuna baxaq. Son 3 beytin oxuyaq. Görək ki, burada özünü tanıtdırır, yoxdur. Ya yox. Ehtimalən buldilər dildə mehrindən ətayi nəzm vəzin, adəti məşhurdur olduq dür pərvəri küneş. Bu günləri mənim gözüm biraz tar görür. Ya kitab tardı, onu anlaya bilmirəm. Nə mənə olsun bir şey yazılıb oxuya bilmirəm, amma olsun sənə oğni xudavəndi ki qədim ta səhər sultanə mərdum olalar səbr کنش یا günəş. Təlgündən zinəti zin olsun cəhanun surəti ta ki verə aləmin hüsnünə nuri fərkünəş. Burada o şeir qurtardı və bir ayrı şeir başlanır. Bu şeirin əvvəlindən Ənfas-ı nəsim etdi yenə aləmi ihya, göstərmək üçün murdələrə möcüzə İsa. Görək bunu da yazaq, görək bu şeirdən tanışlığı var ya yox. Əcəba bu beytlərdə tanınırmı? Buna beləsi deyək və görək hansı beytlər. Ənfas-ı nəsim etdi yenə aləmi ihya, göstərmək üçün murdələrə möcüzə İsa. ehtimalən mənşurini gəl məknunini, yox, orada məknun deyil, mənşurini, hələ yazaq bunu, mənşurini külli məknunin etdür təhrir liməknuk etdürdü
təhriz ehtimalən beləsi olacaqdır. Münşi qəddar elədi. Münşi qəddar eylədi. Altun ilə imza. Bu beytlər Türk və qeyri-Türk bilim və kitab və təhqiq mərkəzlərində Ətai nami ilə tanınırmı? Onu yazaraq biz bu birisi şeirdən gedək. Burada əvvəldə 2 misrəsini oxuduq. Yenə də bu uzun bir şeirdir. 3 səhifəyə yaxın bir şeirdir. Burada axirdən 3 sətrin, bunun 3 beytini oxuyaq, görək ki, nə çıxır. Sənsiz gəzüm, əmma nəzər etməz bu cəhanə. Kimdir ki, təmaşaqilə bi didə-i bina? Ərz eylə ətaiyə. Nədə oxuya biləm. Nəzr ərkən ki mən münəvvər. Üzarın ki münəvvər. Ərz eylə ətaiyə. Üzarın ki münəvvər. Qılmaz gözünü vamiqin illa ruh üzra. Zülfün geyib miskinün aş təbsəl riyağa. Bilmirəm nə olmaqdır. Yetirər qıl baş küçün bi sər u pa. Belə bir şeirinə adında gördük. Burada yazmışdı. Gedək görək ki, nə yazdı bu? Bu beytlər dəqiqən Ətainin ustadana və təsəvvürlü dilinin bir parçasıdır. Sənin sorduğun sualın cavabına gəldikdə bu beytlər ədəbi dünyada yeri. Bu şeirlər Türk ədəbiyyatının akademik və təxəssüsü dairələrində Ətai adı ilə tanınır. Lakin bir neçə mühüm nüqtəni nəzərdə almaq. Türkoloji və klassik ədəbiyyat sahəsində çalışan professorlar və araşdırmacılar, xüsusən Osmanlı və Azərbaycan klassik ədəbiyyatı üzrə mütəxəssislər Ətainin divanını divan ədəbiyyatının mühüm bir qaynağı kimi tanırlar. Bu beytlərdə Ətainin zindanə və arifani səbkini əks etdirir ki, tamam, bəs bunu da tanırlar da, davam etməyək. Bu bunu göstərir ki, bu şair, bu kitab tanınır. Selamünaleyküm, aleyküm selam. Bu tanınır. Biz də bunu qəbul eləyək. Gedək o birisi şeirindən bir tikə oxuyaq. Can beyninə zülfün səli həlqi-i suda. Dil bi sərpa oldu xirəd valeh şeyda. Ey xeyli xiyalunə gözüm münhəli murid. Sultan həva ki dili can mənzili məva. Dəftərləri ləf olunə bican düşə dillər. Gər nəşr olə şul türre-i tərrar mütərra. Görürük ki, belə bir şeirlə davam edir. Bu da yenə 2 səhifəlik bir şeirdir. Ondan sonra bir qıssa qəzəli vardı. 7 beytidən ibarət. Zülfün ol. İndi bunu oxuya bilsəm. Sətxardır, nədir? Zülfün ol. Sətxar kim ki piç edər ki. Zülfün ol sətxar kim kəh piç edər gəh xəmi tü. Burada yenə 2 dənə nöqtələr istifadə edibdir. Türrə oxumaq olar, amma cəlib budur ki, 2 dənə nöqtəsi var R-in üstündə. Necə ki, o birisində o
Səhhar, mən bunu səhra, əlbəttə səhhar o şeydir, dəndəli sığınandır, səhra adında deyil, amma o cürsü mən bir şey gördüm, amma yenə də üstündə 2 nöqtəsi var heyn. Ehtimalən oxunmayacaqdır. Zülfün ol səhhar kim gəh piç edər, gəh xəm türrə ya türr, sər ki tutar saani əfsun ilə ərqəm. Yenə də burada tər 2 nöqtəsi var orada. Bu nə deməkdir? Tutar ehtimalı tutar olacaqdır. Tutar, tutmaq. Zülfün ol səhhar kim ki piç edər, gəh xəm tutar, sər ki tutar saani əfsun ilə ərqəm tutar, gəlsün bəxti gülü biqədr olsun zərrivar, turğununğunçədən qədrini ol kim tutar. Beləsi bir şeirlə qarşılaşıyıq. Oxumağı biraz da mənə zor gəldi. Bu kitabı pəs gedək axirlərindən oxuyaq. Ətai Həzrətlərinin şeirlərindən. Kitabın xətti biraz hər halda əlyazması çox özəl bir əlyazmadır. Yəni bu cür sadə bir əlyazma deyil. Biraz fərqli əlyazmadır. Kitabın sonuna gəldik. Əcəba bu şeir üstdən gəlir, bəli, üstdən gəlir. Burada bir ayrısı var, görün bu nə cür oxunacaqdır. Ya nazır eyni nəzərə mənün kəfayi. Ey nazır eyni nəzərdə mənin ya minkə kəfayi, əl-hicru ciğayi. Səyyər ərəbcədir. Şeir kollən ərəbcədir. Ona görə də bunu da keçək. Buradan bu kitabı gördük, tanıdıq və bu qədər bizə yetişdi. Gedək bir ayrı kitab açaq. Bu kitabın adı başında yazıblar yazma bağışları. Kitabın adı yoxdur. Feylən bu kitabın adı olmadığı üçün bunu biz baxmalıyıq və görməliyik bu kitab nədir. Kitabın əvvəl fiziki vəzinə, harda saxlanılır, kitabın kağızı, cildi nə durumdadır, bir bunlara baxaq. Sonra kitabın içindən oxumağa başlarıq. Beləsi açanda kitabın cildini görürük. Kitabın cildi gönüymüş, qırmızı, tox qırmızı. Üstünə, cildin üstünə bir Osmanlı dövrəsində suyun üstünə nəqqaşı olan bir nəqqaşı olub da onu kağıza keçirdiblər və yapışdırıblar kitabın cildin üstünə. Amma cildin dövrəsinə baxanda görürük ki, əvvələn o nəqqaşı gedibdi, yəni aradan gedibdi, su gəlib kitabın hər yerinə cildidən görürük və kitabın cildin gönü belə cırılıbdır, köhnəlib aradan gedibdi çox yeri. 4 dövrəsində. Kitabın cildin içini açırıq, içində kitabın, kağızların cildə yapışdırmaq bir sarı kağızdır, biraz da qalın olar məmulən. Kitabın ehtimalən ortası, yəni o kitabın cildə yapışan yeri cırılmışmış bir kağızla onu yapışdırıblar. Mən belə bir tikətin heç olmasa görürəm. Kitabın içinə su giribdi. Bu kitab Divan-ı Ətai adında ad yazıblar elə burada. Və burada əcəba bir nəqqaşidir, yoxsa imza imiş, onu istəyiblər silələr, bir quş olubdur. Quş haləti, mən quş haləti görürəm. Çünki bu o nəqqaşilərdəndir ki, mürəkkəb nəqqaşi deyirlər bunlara. Məmulən rəvanşünaslar istifadə edirlər. İnsanlar öz zehnilərinə görə onu məna edirlər. Mən bunu quş gördüm. Süleymaniyyə kitabxanasında Türkiyədə, İstanbulda və Fatih məhəlləsində saxlanır. Möhründə görürük. O səfəni açırıq, yəni indi bir vəraq var, onu vururuq, arxası da boşdur. Ondan sonra bir yazı görürük ki, ehtimalən şeiridir, 3 sütunda yazılıbdır belə, başda yazıb ki, əcəba bunu oxuya bilsək çox yaxşı olar. Bi təhviyyat mütəəlliqə li Mevlana
savır və çəkər xoş nəmənə belə bir şeydir. Mevlana Saveru çəkər xoş xuy. Ehtimalən belə bir adı var. Mevlana Saveru ya Saver. Savru. Ehtimalən Savru da ola bilər. Bu anlamda. Buradan bir şeirdir. Qələm ilə yazıblar. Çox da uzundur zahirən. Ona görə də 3 şeydə yazıblar. Aşağıda da bir ad yazıblar. Əcəba Mevlana Şəms. Burada da bir şey cavabdır ehtimalən. Cavab ya əl-cavab. Əl-cavab Mevlana Şəmsidən fərdir. Müdərris olduğu üçün tarixi oğlu. Nə mənə bunu oxuyayım. Tacı oğlu. Ehtimalən bu şeirin burada bir şeyler yazılıbdır, amma müdərris olduğu cüyi tacı oğlu beyki oğla yuni gözdə də çıxdı. Gözdə də çıxdı. Belə bir şey burada yazılıbdır. Onun da altında bir ayrı xəttindən tacışdan bir ayrı bir şey yazılıbdır. Hətta bu iki xətt bir ola bilər. Hələ feylən bunları oxumuruq, gedək. Görək ki, kitab nə vəziyyətdə. Kitabın bu səfhədə baxanda görürük kitabın həm dövrələri çürüyüb təqribən, həm də ortadan cırılıbdır. Daha bu səhifədə o ortadan kitabın yapışdığı yer cırılıbdır. Onu görürük. Sirişomla da yapışdırmağa çalışıblar yapışqanla, amma cavab verməyibdir. Kitabın şeir bölümünə keçirik. Kitabın ehtimalən başında şeir başlayan bölümdə əl yazı fərqlidir. Onlardan ki gördük çox fərqlidir. Bunun başında bir yer qoyublar nəqqaşi üçün, təzhib üçün, amma çəkilməyibdir. Dövrəsinə heç bir şey çəkilməyib, çərçivəsi zadı yoxdur. Çox bir gözəl xəttinə yazılıbdır. Kitabın içinə, ortasına su gəlib, qırıqlarına köhnəlibdir. Su qırıqlarında mən görmürəm, görsəm də təşxis verə bilmirəm. Mevlana Sudai, Sevdai adında kitabın ortasında bir şeir var. Qıraq yazısında qırmızı bir qələmlə Mevlana Sevdai adında bir şəxsin ehtimalən şeirin yazıblar və ortada bir ehtimalən bir beytin qırmızı yazıblar ya da bir ayrı bir şeydir, görmürük. Bu təqribən bu kitabın elə oyun vəziyyətdə gedir. Buradan gördüyümüz hər səfədə 2, 4, 6, 8, 10, 12, 14, 16, 17. Ehtimalən şeir qurtarır, bir xətt, bir yazı yeri, bir sətir yeri boş qoyurlar ad qoymaq üçün şeirin, amma ad qoyulmubdur şeirlərə. Qıraqda hər səfədə buradan gördüyümüz hər səhifədə qıraq yazıda bir şey yazılıbdır. Nə deməkdir bilmirəm. Mənim nəzərimə belə gəlir ki, bu açıq yerlərdəki şeirlərin arasında da adın yazılmasına, şeirin, sonki şeirin adı, başlığı yazılmağa yer qoyublar, amma yazılmayıbdır. Bu da bunu göstərdiyi şeydir. Kitabın əsli ehtimalən Ətayinin, indi biz burada Divan-ı Ətayini oxuruq, heç bunu yazmağa da ehtiyacı yoxmuş. Divan-ı Ətayi, bunu sildim. 22 səhifə, yəni 44 səhifəlik bir divandır indi burada. Eyni o kitaba tay, amma fərqli olacaqdır bu ondan. Yenə dedik, burada qıraqda yazanlar fərqli bir əl yazmadılar. Qəzəliyat-ı Sevdai Fəqir. Bu da bir ayrısıdır. Yenə qıraqda yazılıbdır. Ləhu eyzən, onu görsənir. Ortada Ətayi, qıraqda Ləhu eyzən, yəni Sevdai Fəqir deyə davam edir. Ha belə kitab, yəni iki şairin şeiri ilə davam edir. Biz bunu yazaq burada ki, yazı türü. Bu cəlib bir yazıdır. Ortada Ətayinin şeirləri qıraqda isə başqa şairlər, o cümlədən adı neydi bunun?
qeyd etməliyik. Sevdayı. Sevdayı fəqir sözünü də burada yazaq. Parantez arasında bilmirəm haradandır. Şeirləri yazılmış. Bu bizə köməklik edir bu kitabı tanıyaq. Amma bu yaxçı olar biz bir iş görək. Bu da budur ki, Sevdayını da görək ki, bunun şeirləri tanınır ya yox. Yenə burada bir qıraq yazıda görürük. Bunlar hamısı feilən buradan Sevdayıdır. Amma burada bir qırmızı müfrədi Sevdayı. Ha, bir dənə də Sevdayıdan bir dənə beyt yazıbdır. Onu görə də yazıb müfrəd. Devam edir. Baxıram hala. Burada Ətai Həzrətlərinin Allah Teala rəhmət eləsin qəzəlləri təqribən kiçik-kiçikdir. 6 beytli, 5 beytli qəzəllərdən ibarət devam edir. Aynı vəziyyətdə devam edir. Kitabın arasında nə cürdür? Getdikcə çürümək görsənir. İndi kitabın çürüməsi, yazılar, üstdəki yazılar yazılıbdır, şeirlər, onlar belə özəlliklə baş tərəfdə yazılan yazılar aradan gedibdir. Əl yazıları ortadakı yazıya yaxındır. Yəni ola bilər ki, aynı adam bunu yazıbdır. İndi bu neçə səhifədə küllən kitabın 4 tərəfi də yazılır əslində demək olar. Yəni 2 səhifəni belə qoyanda bunun 4 tərəfi də şeirlə, qıraq şeirlərlə və Sevdayı Həzrətlərinin şeirlərlə yazılır. Bu səhifədə azaldı. Əlbəttə burada da bir yazı çıxıbdır. O şeiridir yoxsa nədir? Türkcədə əlbəttə ki. Qəzəliyyat Mövlana Nəcati. Məsələn, Mövlana Nəcati də var. Bunda adı yazılmalıdır. Mövlana Nəcati. Daha kim ola bilər? Baxaq, beləsi davam edirik. Sonra da azalır getdikcə. Min kəlam-ı Mirsani, yəni Şəbistani, beləsi bir şey olacaqdır. Mir Əli Seyr Şəbistani, belə bir şey olacaqdır. Ondan bir beyt yazıbdır. Sonra da kitabın qırağında heç zət yoxdur və kitab qutardı. Kitabın cildini göstərmir bu tərəfdə. Görək nə cürdür. O qutardı getdi. Qeyd edirik kitabın əslini, əvvəlindən başlayaq oxumağa. Əvvəldə dedik ki, bir Mövlanadan bir şey, soralar yazılıbdır. Bu kitabı alan adam xoşu gəlib bu şeirdən götürübdür, yazıbdır. Aşağıda da təzəşdən bir ayrı bir şey yazıbdır. Buradan, əlbəttə bu da Mövlana Şəms deyə ehtimalən. Görün, bunu oxuya bilərik. Görürsünüz, bizim zehnimiz adət elədiyini oxuruq. Yəni, Şəmsi oxuram, amma birisi şeiri oxumuram. Niyə? Gözümüz Şəmsi adət eləyib. Bizə Şəmsi deyiblər. Amma məsələn, bu birisi şairi demədikləri üçün mən forən gedirəm Şəmsi oxuyam. Çünki buna adət eləmişəm. Fəqət bunu tanırıq. Bunun kitabını görmüşük, ya almışıq. Tanış olmuşuq biraz. Səba Mövlana Şəms, bəli. Səba yıldır səbayı yeylər eşidir ya eşidir. Dikəş budaki kim əraşdir. Özündür burənlər özündən buz kəs. Oxuya bilmirəm. Amma qeydaq kitabın o qıraqdakı şeirdə də zülm olmasın, onu da necə bunu xərabladıq, onu da biraz xərablayaq. Bu nəməni yədhəviyyat, bədhəviyyat mütəəlliqə limolana saruçilər xoş xuy, belə abiyadı olacaqdır. Əya saru mərdün əgər əyri aqsaq. Əya saru mərdün əyri aqsaq. İqlarun anki kəsinə şaq bəsirət əhli sima ki bəqibdir. Əcəba beləsi oxunacaq, yəni 3 sətri belə-belə oxuyacaq keçsin, yoxsa aşağı oxuyacaq. Görək ki, o olur nə cür. Əya saru mərdün
əyri, aksaq, çəpəl, cifə, cəhudu, cilf-ü mütləq, kütüki ağzüdə viyub yürərsən. Baş tapmadım ki, necə oxunacaqdı. Bu şeiri baş tapmadım, necə oxunacaqdı. Ona görə buradan geçək, gedək kitabın içinə. Yəni, indi feylən hansı şairin kitabını oxuruq? Həzrəti Ətai Həzrətlərinin birinci şeirindən başlayırıq. Yenə əzmi rəzmi qıldı. Bunu oradakı oxumuşduq. Həman şeirdə, amma gözəl xətti ilə yazılıb bu. Daha oxunabiləcək xətti ilə yazılıbdır. Qələmdir, əl yazmadır. Bu kitabın heyf ki, bunun tarixini bilməyəcəyik. Amma bir iş görün, mən bunu buradan bir əks salım. Bir şatiskrin eləyək, görək ki, mən Tarix Osmanlıdan da bir dənə bu kitabı açım, birdən lazım olar. Gedək buradan. Tamam, indi qeydirik burada. Bunun failini verək. Tamam. Bu əl yazma və türkcə kitab Ətai Həzrətlerinindir ki, müstəqil bir divan olaraq əlimizə gəlib çatıbdır. Bu kitabın neçə səhifəsi var idi? Bu Tarix-i Ali Osmanlıdır. 44 səhifəsi var. Bu kitabın 44 səhifəsi var ki, Divan-ı Şeyx Nizami və Ətaidə olduğu qədərdir. Bu fərq ilə ki, bu divanın haşiyəsində olan təhşiyələr başqa ariflərdəndir. Özəlliklə də bir çoxu Mevlana Sevdai Fəqirin şeirləridir. Tamam. Bu səfhəni yazı, əl yazma, xətt, dil
özəllikləri cöhər, kağız və digər açılardan analiz edib bu kitabın hansı tarixdə yazılması haqda bir tarix verər misiniz? Görək ki, bu analiz eləsə, bu kitab neçə 100 il bundan qabaq olar. Əlbəttə, keçən cələsədə o birisi kitabdan da vermişdik, analiz eləsin, bizə desin, amma bu yadımıza düşməyib, ona baxaq. Buna baxaq, görək ki, bu nə qədərdir. Amma hər halda çox əski bir kitabdır. Göndərdiyiniz faylı klassik türk ədəbiyyatı nüsxələri baxımından çox qiymətli bir əlyazma səhifəsidir. Bu səhifədəki yazı və katiblik xüsusiyyətləri təhlil edərək aşağıdakı nəticələrə gəlirik. Xətt və yazı üslubu. Xəttin növü. Bu nüsxədəki xətt nəstəlik xəttinin daha sıx və şikəstəyə yaxın bir formudur. Bu tərz xüsusilə 18-ci tarixləri yenə şeycə deyir, miladi yüzillər, yəni 11-ci və 12-ci hicri yüzillərdə yazılan divanlarda böyük kağızlardan daha çox cibi və ya mədrəsə nüsxələrində görünür. Təhşiyə, yəni istəyir desin ki, bu taza bir kitabdır, mədrəsələrdə görünür bu növ yazı. Təhşiyələr. Səhifənin haşiyəsindəki Mövlana Sevdaiyə aid olan yazılar mətnidən daha tez və daha səriə, şikəstə nəstəlik yazılıb. Bu, onu göstərir ki, mətn əsli katib tərəfindən yazılıb, haşiyələr isə sonradan bu kitabı mütaliə edən ya da təlim edən şəxsiyyət Sevdai tərəfindən əlavə olunub. Dil və ədəbi xüsusiyyətlər. Dil, klasik Azərbaycan və Osmanlı türkcəsinin bir körpüsüdür. Günəş, oxşar, göstər kimi sözlərin yazılışı, bu nüsxənin Şərqi Anadolu və ya Azərbaycan məntəqəsinə aid olduğunu göstərir. Kələmat və imla. Kələmatın yazılışındakı qaf və caf istifadəsi, məsələn, qıldı yerinə qıldı ikisində bir yazıbdır və ya künüş yerinə tərkiblər klasik türk dilinin imlasına uyğundur. Kağız və cöhər. Göründüyü qədər bu kağız aharlı, mühafizə edilmiş və əl yapımıdır. Kağızın rənginin saralması və uclarındakı aşınma. Bu kitabın dəstdən dəstə keçdiyini və çox oxunduğunu göstərir. Cöhər. Mətndəki cöhər qəhvəyi və siyah rəngin tərkibidir. Haşiyələrdəki qırmızı rəngli yazılar mühür kimi, sərluhə və ya unvan kimi işlənilib. Bu isə klasik nüsxəçiliyin qaydasıdır. Tarixləndirmə. Bütün bu şəvahidlərə əsasən xəttin şəkli, yazının, kağızın durumu və haşiyədəki tədaxüllər bu nüsxənin təxminən 12-ci hicri yüzilin axırları, yəni 1150-1200 hicri arasında yazıldığını düşünə bilərik. Dəlil. Bu dövrdə Ətayinin divanının mədrəsə dairələrində tədrisi və haşiyələnmiş nüsxələrinin artırılması çox raic idi. Tamam, beləsi bir şey dedi və bundan izafi demədi, dedi, yəni bu kitabın 150 il ya 200 il ömrü var. Beləsi bir söz dedi. Gedək bu kitabdan biraz oxuyaq.
Yenə əzmi rəzmi qıldı Xosrov xavər könüş. Kim diyar Hində çəkdi sübüdəm ləşkər könüş. Coşən ətləs geyib zərrin sipər aldı ələ. Çərx meydanında çəkdi nəğz kün xəncər günüş. Ol qədər dəgdi sipahi məğribidən xunçim. Onqədər dökdü sipahi məğribidən xunçim. Eylədi həsn şəfəq burcun qəmu əhmər günəş. Baz məşriq aşiyandır kim toyur əncümi. Seyd qılmaq qəsdilə açdı balu pər günəş. Burada bir şey yazıb, onu oxuya bilmirəm. Gəh ərusi mahə dibay sipid eylər nüqab. Gəh bənati nəşəvəl valadən düzər möcüz günəş. Güya cuşi fələkdə birdir yekdanədir. Kim cahan yüzü cəmalinə verər zivər günəş. Bisərupa bilə kim sözüylədir eylər məgər. Şah aləm məclisində gəzdürər məcmər günəş. Gəzdürər məcmər günəş, gəzdirmək. Şəhmuradi bin Məhəmməd xan ki olmuşdur anın. Şəhmuradi bin Məhəmməd xan ki olmuşdur anın. Zəayətinə məhd rəfş o təblinə çənbər günəş. Ehtimalən Murad ibn Məhəmməd xan dövründə yaşayıbdır bu. Görək ki, Sultan Murad ibn neydi o birisinin adı? Sultan Murad ibn Məhəmməd xan. Məhəmməd xan bir inci şeirin son sətrində adı geçibdir. Acaba bu kitabı şair Ətai bu sultan çağında yazmış mı? Görək bunun haqqında bizə hangi məlumatları verir? Bu sualın cavabı ədəbiyyat tarixindəki nüsxəşünasinin ən maraqlı qismlərindən biridir. Faylının təhlilinə əsasən və tarixi həqiqətlər işığında bu nüsxəni belə dəyərləndirmək olar. Sultan Murad ibn Məhəmməd xan. Tarixi qaynaqlara görə Sultan Murad dövrün 824-848 və 850 və 855, yəni Sultan Məhəmməd Fatihin atası, Osmanlı sultanlarının ən mühümlərindən biridir. O, ədəbiyyata, xüsusən Nizami Gəncəvinin xəmsəsinə çox maraqlı idi və onun dövründə Nizaminin əsərləri türkcəyə tərcümə edilirdi. Bu kitab Ətainindir, yoxsa Sultan Murad dövrünün? Şair Ətai və Sultan Murad. Ətai, Şeyxi və digər klasik şairlər kimi Osmanlı dərbarından fəal olan bir şair olaraq öz qəsidələrində və mədhnamələrində hakim sultanın adını çəkməsi çox təbii və raicdir. Raic bir ənənədir. Şairlər şeirin təxəllüs və ya məqtə son beyti, yəni məqtəin hissəsində dövrün sultanının adını zikr edərək əsərə bir növ-i tarixi sənəd və siyasi etibar qazandırırdılar. Yazılma tarixi. Göstərdiyin səhifədə Sultan Murad ibn Məhəmməd xan adının
keçməsi şairin bu şeiri dəqiqən Sultan Muradın hakimiyyəti illərində təxminən 9-cu hicri yüzilin ortaları yazdığı sübut edilir. Yəni Sultan dedi ki, bu şey Ətayinin yaşam dövrü, Ətayinin çağı desək, çağı düşür hançına Sultan Murad Salis Sani. Sultan Murad ibn Məhəmməd xan o cür idi, əgər səhv eləmirsəm, iştibah yazmayaq. Bəli, Sultan Murad ibn Məhəmməd xan 824 ilə 840 ta deyək ki, məsələn 855-ə qədər. 855-ə qədər və sətdə bir neçə il hökumət eləməyibdir. Hökumət etmiş. Yəni deyək ki, bu şair elə bunun həyatı, yəni o uzun zamanında şeiri demiş olsa, onu hesablaya bilirik. Deyərik ki, bu deyil. 824-dən 48 yıl. 840-da 840 hicridə bu kitabı desə, indi də 1447-nin son günlərində yox, 607 il, deyək 600 il bundan öncə bu kitab yazılıb. 600 il öncə yazılmış bir kitabdır. Amma bu nüsxə 600 ili ola bilər, ömrü olmasın. Ola bilər ki, 250 il, 200 il olsun. Yəni burasını burada xatırladım ki, o şeylə qatışmasın. Ətai Sultan Muradın yaşadığı dövrdə yaşanmışdır. Nüsxə kitabınız, səhifədəki xət və haşiyələr Mövlana Sevdainin yazıları, keyfiyyəti və şəkli bu nüsxənin 12-ci hicri yüzillər axırlarına aid olduğunu göstərir. Burada indi getdi haşiyəni dedi. Yox, hər ikisini deyir. Səhifədəki xət və haşiyələr. Deyir ki, odur. İndi bir iş görək. Gələk bundan bir ayrı əks salaq bu kitabdan. Çünki bu səhifənin əksini verdik. Biz indi buradan geçsək və bir ayrı səhifənin əksini versək, təqribən birdirlər. Elə o xətlə yazılıbdır. Belə bu səhifədən bir əks salaq, təzəşdən verək. Bu səhifədən bir əks salaq və onu analizə verək, görək ki, nə deyir? Bunun tarixi haqqında. Bildik ki, bu kitab var. Yəni, indi bizim bu kitabın haqqında çox da araşdırmaya ehtiyacımız yoxdur. Bu kitab bundan belə ki, azdır səhifəsi, amma tanınır və tanındığı üçün də şeydir. Bu səhifəni də analiz edər misiniz? Görək ki, buna nə deyəcəkdir? Gedək şeirimizdən, kitabımızdan bir neçə şeir oxuyaq. Qeydim dalıya yenə. Birinci şeiri oxuduq və bunun sonunda da gördük ki, Sultanın adı gəlir. Buradan bildik ki, bu şairimiz o zamanda yaşayıbdır. Əlbəttə, ikinci şeirdə ehtimalən daha çox qəziyyəni tozih verəcəkdir və oxumağımızda fayda var. Ki, görək nə cürdür. Şah-ı aləm pas gövhər kim anın üçündür xirəd, anə məzhərdür qəmər ya andədir müzmər günəş. Şah-ı üstəki şeirin davamı imiş. Orada ortada şahın adını gətiribdir. Mən dedim, son misrədir. Son misrə deyilmiş. Bu səhv eləmişəm. O
Bunu yazım. Bu şeyden bunu çıxardım, yəni iştibah mən şey vermişəm bunu. Bir səhvimi düzəltmək istəyirəm. Bu şeir ki Sultan Muradın adı onda gəlir. Beyt, bu da şeir deyil, beytidir. Beyt ki Sultan Muradın adı onda gəlir. Şeirin son beyti değilmiş, belki uzun bir qəsidənin 47 beytlik bir qəsidənin ortasında gələn bir beyt imiş ve şiirin davamında daha da açık edir. Tamam, bu orada gelsin ama burada bir şey vermiş Çorakçı, bu ne deyir? Tamam, bunu oxuyaq. Bu şeir şahın haqqında tozihlər verəcəkdir. Onunla tanış olaq. Şah-ı aləm pas gövhər kim anın üçündür xirəd anə məzhərdür qəmər ya andədir məzmər günəş şah-ı vala himməti ali necad ol kim anə təxt oldu asman rayəti qəmər əfsər günəş ol pənahi mülk o püşti dini dürür cəh olmuş durur tiğ nüsrət qəbzəyi fəth ayinə gövhər günəş ol Süleymandur kim oldu ram anə insilə cin ol İskəndərdir kim oldu can İskəndər günəş ol cavan bəxti fələk mənzil zəkadil bulən kibriyası asmanında oldu kəm əxtər günəş ihtimalı oldu cüm itmaq əxtər günəş ol ki fəraş xəyami məcnunun olmuş durur mehtər o sədr o səduri xərcəhi əxtər günəş ya əxzər günəş. Bu birisi səhifədən devam ediyor. Gecə gündüz bəzmigahində zəhb ilə nə'rədən yendürür mahi fələk məşəl sonrasai günəş. Sonra söner sağər günəş. Yendürür mahi fələk məşəl söner sağər günəş. Olmasa ənvar rəyi xürrəmində xuşəçin dəgməz olmazdı aləmdə ziya cüstər günəş. Bəhr feyzi əbr kəfdür kim səhabi eymək Bəhr feyzu əbr kəfdür kim səhabi imənin qıldı mavcibindən ləbi eynilər midən tər günəş. Cəngi nüsrət fəth payə beynli ol şir dil دوتر او گنجه لوای اژدها پیکر günəş gerçi felek bad seyri behrinli dürveli
Gerçi felek bad seyri səhrinlidir, vəli bilmirəm nə çox bəhrinli bir nöqtəsi yoxdur. Qazəm cahində qəlzəm cahində bülməz cəhd ədəb mə'bər günəş qıl dua cüz bulməyib qıl dua cüz bilməyib aciz etmən qıldı dua aciz qıldı aciz bulməyib qaldı etmələn qalmaq qaldı aciz bulməyib qərin viqar bəhrünün neçə kim zərrin rəsən birlə sələr ləngər günəş sən xuda zilli huma zillün sən xuda zilli huma zillün yaraşır kim olə sən xuda zilli huma zillün yaraşır kim olə مرغ نورین بالینه افکارının şəhpər günəş آستانının xaki şul eksir xalisdir kim olar arzusundan anın altın beki əxtər günəş. Beləsi davam edir, şahın şeyindədir, tavsifindədir. Fəqət baxım görüm ki şiirin sonlarında ben gördüm bir Hazreti Sultan'ın hakkında bir şeyler de demişti ama son 5 beyti okuram görək şeyi bu 5 beytdə Dutalım kim zülfü xarun rəşkisiyle hər gecə Türre-i şəbdən düzərmiş ənbərin məğfər günəş Qəndə bulər qovs əbru tir qəmlə qəmzə Qəndə bulər qovs əbru tir qəmzə لعل لب مشک خال و سیم غبغب قامت ərər günəş bildi bəhr dildə möhründən ətayı nəzm zərrin bildi bəhr dildə mehrindən ətayı nəzm zin adəti məşhurdur olduq dəri dürri pərvər günəş رهنما olsun sana اون خدا وند قدیم تا سحر sultanına hər dəm ola rəhbər günəş tələtündən zeyb zin olsun cəhanın surəti ta ki verə aləmin hüsnünə nur و fər günəş. Bu da şeir qurtarır, o birisi şeirə geçir ki kitabda görmüşdük. Bunun oxuması o birisi kitabdan çox rahatdır. Bunu demək istərəm. O birisi kitap ki oxuduq, orada da bu şeirlər var idi, amma biraz oxuması çox zor idi. Bu birisi kitab burada bir qıraq şeiridən oxuyaq. Yəni bu qıraq şeiridən ki oxumadıq, orada qeydaq. Bu əvvəldəki şeir kimdən idi? Qəsidə-i Mevlana Sevdai. Elə əvvəldən Sevdai ilə başlayır. Bir yerdə yazıb fəqir, bir baxın görüm nə yazıbdır. Qəzəliyyat Sevdai fəqir. Beləsi bir adla bunu başlayır. Elə ikinci səhifədən, yəni şeirin başlanğıcından yox, ikinci səhifədən başlayır. Qəsidə-i Mevlana Sevdai. Bu xətt fərqlidir əlbəttə. Kitabın əsl yazısı ilə bu yazının çoxlu fərqi var. Əslində bu kitab iki kitabdan ibarətdir, amma bir-birinin arxasınca yazmayıblar, bəlkə bir-birinin yanıcan yazıblar. Getdi gəl mülki çəmən təxtinə sultan şekil lalələr turdi ayaq üstünə divan şekil şah gül misri çəməndə nə əcəb olsa əziz şah gül misri çəməndə nə əzəz olsa əziz göstərü ədlü yüzün Yusuf Kən'an şekil gül əzhar dilə باغی بزدی باد بهار گل ازهار ilə باغی بزدی باد بهار غنچه هور oldu çəmən روزه رضوان
şekl. Cam nərcis göməz əldə çubulur axırı çar. Cam nərcis göməz əldə çubulur axırı çar. Berk səmərin yel olur lalə, lalə-i nü'man şekl. Lalə la'lin qədəhi pür öbən cam söner. Lalə la'lin qədəhi pür ödbən cam söner. Əhl-i bəzmün əlinə saqi sultan şekl. Oturub təxt-i zümrüddə gülü la'lin tac. Mət oqər bülbül ana مرغ خوش الهان şekl. Ey lətafət çəmənində gülü xəndan şekl. Burada bir qırmızısı silinib. Silinirsin yərəşür. İhtimalə mən silinir oxuram, amma o cür oxuna bilir. Bəlkə ayrıca. Solunursən yerəşür sərvi fərağan şekl. İhtimalən burası oxunmadı yaxçı. Kəbə-i çuyuna xürrəm iltilik ah rəqib. Kəbə-i çuyuna əzm eyləyəcək ah rəqib. Bağlar yollarımı xar muğilan şekl. Gəlsə təkəmi ya tənimi yüzmər yad nəzər etdikcə. Gəlsə dəstəli teynəndi. Təkəmi yüzüm yad nəzər etdikcə oldu üçün dəxlilərimin rəngi zəfəran şekl. Gətirim diyu kənarə vurur vəsl و rənc etmişəm gözlərimin yaşını umman şekl. İhtimalən bu biraz oxumağımda müşkül olacaqdı ki, əlbəttə ki olacaqdı. Şeirin davamı vardı. Çox uzun bir şeir idi. Yəni bu səhifədə davam var və bu səhifədə davam edir aynı şəkildə. Bayəzidə yazıb bu da. Bu da Bayəzidə yazıbdır. Oxuyun bu şeirin qalanını ki, o Bayəzidə yetişək, onunla da tanış olaq. Neyleyim talihim olmadı, müsait düşdüm. Xar xəlq arasına fəqr ilə üryan şekl. Dəstgir oldəmdir lütfü qıl افتادنə kim. Düşmüşəm payı ləyam altına nadan şekl. Çün topun ədl şücaətdir şah Uveys. Çün topun ədl şücaətdə durur şah Uveys. Himmət et bəndə olum şeirə Səlman şekl. Dil sevdayı öz adını dedi. İhtimalən dəli olacaq. Dəli sevdayı bu sevda ilə divanə olur. Dəli sevdayı. İhtimalən adı dəlidir. Dəli sevdayı. Amma özü beləsidir. Dəli sevdayı bu sevda ilə divanə olur. Himmətün olmaz isə dərdinə dərman şekl. Nətəkim itirdim. Bam fələk fərqinə pərvaz edübən. Mehr cولان edə tavus xəraman şekl. Sərvərə səhn sərayün tolu hurilər olub. Sərvərə səhn sərayün tolu hurilər olub. Bağ bostanın ola gülbi reyhan şekl. Ehtimal gülbən də oxuna bilər. İsmətün gülşəninin gülləri tərtazə olub. Şax-ı sərsəbzə gülbən reyhan şekl. Mən buna harda görmüşüm şahın adını, ehtimalən itirdim bunu. Bəli, itirmişəm. Bir səhifə ayrısına getmişəm ona görə. Görürəm ki, burada
Bayezidi mən niyə oxumadım? Bir səhifə sonra oxumuşam. Yəni şeirin bir çoxunu adlamışam. Onlar bəlkə 15-20 beyt, bəlkə də çox adlamışam. Amma qeysdən bir də əvvəldən oxumayım. Haracan oxumuşdum, bunu deyim. Gətirim diyu kənara durur vəsli dəriq, etmişəm gözlərimin yaşını umman şəkl. Buradan sonra devam edirəm. Əbrvəş gün yüzünə sünbülünü hayil edib, o ləbi qunçə adu gər yaşımı badən baran şəkl. O ləbi qunçə edər gər yaşımı baran şəkl. Gördü bəğrim dəlinib, ney gibi fəryad edərəm. Gördü bəğrim dəlinib, ney gibi fəryad edərəm. Şəcəri sinəmə od urdi, nəyistan şəkl. Gözünün sehrini ecaz ilə dəf etmək üçün göstərir Musa gibi zülfünü Şəban şəkl. Şəban ilan. Tiğ غمزه ile tutar hüsnünü cismün, netekim rüb meskun şehi Rüstem destan şekl. Bayezid şah adil ki onun seyfini hak, Bayezid şah adil kim onun seyfini hak, astimi arş ayfine Şəms dirəxşan şəkl. Bu oxuya bu ayfinə nə ola bilər? Əsti mi ya əsti ərş ayfinə Şəms dirəxşan şəkl. İnsücün əmrinə ram olmaq üçün verdi Xuda xatəmi izz və şərəf mehri Süleyman şəkl. İndi burada Bayezid, bu adam da Bayezidə şeir yazıbdı. Bayezid də bu ikinci şair, yəni Bayezid dövründə. Bayezid fikir edirəm ki, bunlardan da qabaq imiş. Bayezid adlı sultan kimdir? Tarix qaynaqlarda Bayezid adlı iki mühüm sultan Osmanlı sultanı vardır. Sənin bəhs etdiyin Ətayinin yazdığı şeirlərin dövrü və Ətayinin Osmanlı dərbarındakı mövqeyi nəzərə aldıqda bu sultanlar aşağıdakılardır. Sultan Bayezid əvvəl, İldırım Bayezid 791-dən 805-əcən hökumət edibdir. O Sultan Murad əvvəlin oğludur. Osmanlı tarixində İldırım ləqəbi ilə tanınır. Ehtimalən onun zamanında bu şeiri yazıbdı. Bu soralar bu kitaba əlavə olubdu. Təhşiyədəki şeirləri yazan kim idi adı? Mövlana Sevdai, Dəli Sevdai, ehtimalən Dəli Sevdai fəqir öz şeirində şeirin Bayezid xan Həzrət adını gətirir və ondan yardım istir. Əcəba Dəli Sevdai ya da
sev, Sevdai Fəqir adlı bir şair və düşünür hansı zamanda yaşamışdır? Bu önəmli sual məncə indi feilən bu şairi də tanımaqdır. Dəli Sevdai ya da Sevdai Fəqir unvanı ilə tanınan bu şəxsiyyət klassik türk ədəbiyyatının haşiyyəçi ariflər və nəzirə yazanlar təbəqəsində yer alır. Bu nüsxədəki yazılan da dan və tarixdən çıxardığımız nəticələr bunlardır. Dəli Sevdai kimdir? Bu şair bütün dünya ədəbiyyatında Məcnun sifət və ya Qələndər ləqəbli ariflər kimi tanınır. Sevdai və Fəqir Sevdai ləqəbi eşqi və mənəvi sevda ilə dolu olan şairlərə verilirdi. Təxəllüs Fəqir sözcüyü isə onun bir təsəvvüf dairəsində yaşadığı və dünyəvi şöhrətdən uzaq olduğunu göstərir. Yaşadığı zaman və Bayezid xan ilə ilgisi. Sənin qeyd etdiyin kitabda Bayezid xanın adının geçməsi və bu şairin ondan yardım istəməsi tarixi bir zəncirəni ortaya qoyur. Dövr Mövlana Sevdainin Ətai divanına haşiyə yazması və Bayezid xandan yəqindir ki, ikinci Bayezid, çünki o elm ədəb hamisi idi. Yardım istəməsi onun 9-cu hicri yüzilin ikinci yarısı, yəni təxminən 850-dədir bu hududlarda. Təxminən 1480 miladi illərdə dövründə yaşadığını göstərir. Bağlam, klassik ədəbiyyatda yardım istəmək, mədəd tələb etmək, hakimdən maddi yardım almaq deyil, bəlkə hakimin ədalətinə və elmpərvərliyinə bir təvəssül etmək mənasındadır. Ədəbi kimlik, nəzirəçi. Sevdai Ətai kimi böyük bir şairi ustad qəbul edərək onun əsərlərini haşiyələrdə şərh edir və öz şeirlərini bu əlyazma içinə daxil edir. Yeri onun dəli Məcnun sifət ləqəbi onun klassik mədrəsə qaydalarından kənar irfani coşqunluq ilə şeir yazdığını göstərir. Nəticə, Dəli Sevdai Bayezid xanın ikinci Bayezid dövründə yaşamış bir arifdir. İkinci Bayezid dedi, ha zaman yaşayıb, ona bir baxaq, üstə buna görə yazmışdı bir şeylər. Sultan Bayezid Sani 886 Sultan Bayezid Sani 886 ta 918'e kadar arası hükümet etmiş. Sevdai'nin onda desək ki, bu da bu adamın 886'da deyək ki, məsələn 900'də yazılıbdır. Deyək bunu da beləsi deyək. Deyək ki, indi 1447-cinin son allarındır. Bundan sonra 900 il çıxsaq, gələr 547 il öncə bu kitab yazılıbdır. Kim yazıb bunu? Sevdai ikinci Bayezid çağında və 900 Hicri illərində yaşamış və yazmış.
Bu bir təxmin oldu da. Yəni bu təxmini vurduq ki, bu şair də o zamanda yaşayıb, yazıb və yaşayıbdır. Gedək kitabdan bir-iki dənə də şeiri oradan-buradan baş vuraq və bu günü qutaraq. Tamam. Gedirəm kitabın 10-cu səhifəsindən, yəni 20-ci olur kitabda. Oradan bir dənə şeiri hər ikisindən oxuyaq. Oracan ki mümkündür. Görüm oxuya bilirəm ya yox. Əvvəl bunu baxaq. Ney ki bi hər nəfəs bəni nalan edər dəriq. Göglüm zülfü ki bi pərişan edər dəriq. Məkru füsun ilə gezi yağmaya əql edib. Məkru füsun ilə gözü yağmaya əql edib. Onun gözü. Məkru füsun ilə gözü yağmaya əql edib. Zülmü ilə zülfüğarət iman edər dəriq. Məmur etmək istəsə viranə göglümü, məmur etmək istəsə viranə göglümü, filhal anı rəqib pəşiman edər dəriq. Hər bir təmizə gül gibi arz cemal edib. Hər bir təmizə gül gibi arz cemal edib. Biçarə əndəlibini ciryan edər dəriq. Dərda ki dərdümə həm bənim etməz müalicə. Hər dərdən xəbər sizə dərman edər dəriq. Bir dəm yüzümə gəlməz o qan ağlar bəni. Bir dəm yüzümə gəlməz qan edər bəni. Gəlmayesi rəqibim xəndan edər dəriq. Ədlinə sığınırdı zülmü zəmanədən. Ədlinə sığınırdı zülmü zəmanədən. Şimdi ətaiyə köc sultan edər qərib. Köc oxunur hər halda beləsi. Bu şeiri buradan oxuduq və gedək ki, bu haşiyədəki şeiri oxuya bilirik ya yox. Əlbəttə çoxu cırılıb gedib aradan oxunmayacaqdır. Görün bu birisi bir şeiri bunun oxunar, oradan oxuyaq. Çün gördü cəmalün gülünü, gül gülə düşdü. Çün gördü cəmalün gülünü, gül gülə düşdü. Bülbüllərə gülşəndə qəmu qulğulə düşdü. Çün gördü cəmalün gülünü, gül gülə düşdü. Bülbüllərə gülşəndə qəmu qulğulə düşdü. Dil zülfünlə düşdü zənəxdanə güya. Dil zülfünlə düşdü zənəxdanə güya. Harut ilə marut çə Babilə düşdü. Harut ilə marut çə Babilə düşdü. Uşaq od çəkər nə mənə bu? Uşaq ödəcək vəsli fəraqində təfəül. Uşaq edəcək vəsli fəraqində təfəül. Şul qur'eyi fırqət yenə bəni bidilə düşdü. Şul qur'eyi fırqət yenə bəni bidilə düşdü. Çün düşdü gözün şəminə pərvanə bəki dil. Çün düşdü yüzün şəminə pərvanə bəki dil. Heç oddən mən ümmiyib can bilmə düşdü. Heç oddən mübərra deməyib can bilmə düşdü. Belə bir şey.
Çün zülmü sərih eylədi sevdaiyə dur ah. Çün zülmü sərih eylədi sevdaiyə dur ah. Dad istəyərək yox. Dad istiyordarın şəh adilə düşdü. Çün qondi gözüm cuşəsinə xeyli xiyalın. Sən birək kənarında gəlib qafilə düşdü. Sən san bərk Ərəbcə söz olacaq. Bərk ya berk bilmirəm. Berk su olan yer. Bir yer kiçik bir hovuz kimi olan. Sən berk kənarında gəlib qafilə düşdü. Sanki belə bir şey oldu. Gedək son şeiri də oxuyaq. Görək ki, buradan bizə nə çıxır və qutaraq. Sonda şeirə elə bir ad da istəyiblər qoysunlar, amma rubaiyyat deyə yazıbdır. Görün burada bir şey kitab gördüm. Şinayidir ya kitabdır. Belə bir şey gördüm. Ya nazır eyni nəzəri min kənanini. Ya nazır eyni nəzəri min kənani seyret mühibben li səhamil hədəsani. El-hicru cefani ruhu cenani. Ərəbcə şeirmiş bu. Bunu geçək buradan görək o birisi nədir? Verməmək dili dilbər cisusinə, sığməyə aşiqlərin namusinə. Sərfədadur qəmzəyi cadusinə, can dəxi qurban kəman əbrusinə. Genəlüm oldu eşkünlə avarəsi. Qəmzə gəl getməz cigərdən yarəsi. Qəmzənün getməz cigərdən yarəsi. Dərdimə çox istədim dərman vəli, yoxmuş ləlindən az özgə çarəsi. Dost tut cismin mülkünə sultan bitər. Dost cismin mülkünə sultan yetər. Beyrəği anun bənə fərman yetər. Can dəxi tən mülkünə hökm etməsin, cün bir əqlimə həman bir xan yetər. Bir ayrı do beytidir. Başımə ağaldən səvay eşq. Başımə ağaldən sövdای eşq. Oldu canım bisər u saman eşq. Dil xarab abad mə'mur olursa. Dil xarab abad mə'mur olsər. Çünkim oldum mənzili məvay eşq. Çünki oldu mənzili məvay eşq. Bir ayrı do beyti. Dide-i irfan aç bidar sən. Eşq camin huşu qıl hüşyar sən. Olma qafil talibi didar sən. Sərdən əl-yü sərveri sərdar sən. Sərdən əl-yü sərveri sərdar sən. Bu qutardı. O birisi do beytini oxuruq. Arizi yarın cinani bostanidir. Qəddi tuba sən cəhi reyhanıdır. Bunu bilmədim nə oxunacaqdır. Çox qatışıq yazılıbdır. Qəddi tuba sən seçi reyhanıdır. Çuy cənnət əhli dil rizvanıdır. Bəs rəqib ol arının şeytanıdır. Son do beyti, iki do beytimiz qalır. Eşq əhli bi sər u saman gərək.
Dost zülfi beyki sərgərdan gərək. Hər kim eşq cavidan gərək, hər kimə kim eşq cavidan gərək, fitnə qaşun yanına qurban gərək. Son iki beytini oxuruq və qutarırıq. Dilbərin xəddi gülü xəndan durur. Şul mətra sümbülü reyhan durur. Dilbərin xəddi gülü reyhan durur. Şul mətra sümbülü reyhan durur. Can əgər təndən rəvan olsa nə qəm, əhli eşqin canı cün canan durur. Bu günləri həm dünənki kitabın ki Divan-ı Şeyx Nizami və Ətai deyə ad qoyulmuşdu. Onun ikinci bölümünə, yine Ətai Həzrətlərinin yazıları bölümünə baxdıq və Cimnayda axtardıq ki, bu kitab vardı, yoxdur. Gördük ki, vardı. İkinci kitab ki, açdıq, divanı elə Ətainin şəxsən özünün divanı müstəqil, amma bunun da qırağında Dəli Sevdai ya Sevdai, Fəqir Sevdainin şeirləri gəlmişdi. Yəni bu kitabda iki kitabdan ibarət idi, iki divandan ibarət idi. Bunları da bununla da tanış olduq və belə gördük. Ətai ki bu şeirləri yazıbdı birinci dəfə Bayezid Sani, yəni hududən 800 deyək ki, üzr istəyirəm, 800 hududən 900-cü illərdə yaşayıb bu kitabı yazıbdı deyək. Şaha təqdim edib, Bayezid Saniyə təqdim edibdi. Yəni neçə il bundan qabaq hesabladıq, amma yazmamışam. 456 il idi, əgər səhv eləmirsəm. 447 il. 547 il. il öncə. Bunu da aparaq bura ki, bəlli olsun hangisınındır. Tamam. Və bu nüsxə ehtimalən ola bilər ki, taza bir nüsxə olsun. Biz oxuduq, tanış olduq və Allaha şükür ki, bu günləri bu fürsəti Allah bizə verdi və türk dünyasından, türklərin yaratdığı uyğarlıqdan fərqli bir yazı ilə, kitabla tanış olduq. Qalsın bir ayrı gün, bir ayrı kitabla Allah ömür verirsə tanış olarıq. Sağ olun, sağ qalın, hələlik.